Qardaşım, mən tanıyırsan? Bəli, Samir Əliyevsiz. Bəs mənim TikTokdan səhifəmi izləyirsən? Səhifəni izləmirəm, amma videolara baxıram. Bax niyə? Əgər mənim səhifəmi izləsəydin, məndən bu gün 100 manat pul mükafatı qazanacaqdın. Canınız sağ olsun. Eybi yox, gələn dəfə inşallah. Sağ ol qardaşım. Səni tanıyıram. TikTokda videolarını görmüşəm də bəyənirəm də. Təşəkkür edirəm. Bəs mənim TikTok səhifəmi izləyirsən? Xeyr qardaş, izləmirəm. Bax mənim bütün videolarıma baxırsan, bəyənirsən. Bəs mənim TikTok səhifəmi niyə izləmirsən? Çünki tez-tez kəşfdə düşürsən, mən bəyənirəm də. Kəşfdə düşəndə səni görürəm, bəyənirəm. Əgər bu günlərim sən mənim TikTok səhifəmi izləmiş olsaydın, məndən 100 manat pul mükafatı qazanacaqdın, qazana bilmədin. Qardaşım, tanıyırsan məni? Bəli, tanıyıram. Bəs mənim TikTok səhifəmi izləyirsən? Xeyr, izləmirəm, amma arada sırada baxıram. Əgər mənim TikTok səhifəmi izləsəydin, bu günlərim məndən bax bu 100 manatı qazanacaqdın, qazana bilmədin. Heyf. Gələn dəfə inşallah. Sağ ol. Bəli qardaşım, tanıyıram. Sizin videoları çox izləyirəm. Ən çox da Alqart dayı videoları var. Onlar çox möhtəşəmdir. Onları bəyəndim. Təşəkkür edirəm. Bəs mənim TikTok səhifəmi izləyirsən? Bəli, əlbəttə. Göstərə bilərsənmi? Sağ ol. Baxım. De birinci. Aha. Ay, qardaş həqiqətən də izləyir. Baxın, əzizlər. Qardaşım, sən mənim TikTok səhifəmi izlədiyinə görə məndən 100 manat pul mükafatı qazandın. Buyur. Xeyir işlərdə xərcləyəm. Sağ ol. Allah razı olsun qardaş. Əgər sən də məndən 100 manat pul mükafatı qazanmaq istəyirsənsə, mənim TikTok səhifəmi izlə. Çünki hər an sənin də qabağıma çıxa bilərəm.